Dünyanın ən sıxıcı makyaj videosuna xoş gəlmisiniz. O qədər sakit danışıram ki, baxanda özümün ürəyim sıxıldı. Görün sizdə necə? Kanalini olaraq Şuanşidən istifadə edirəm. Concealer olaraq Maybelline'dən istifadə edəcəm bugün. Tarte və ya Huda Beauty ehtiyac görmədim. Bu da örtücülüyü pis deyil, yəni çatlara dolur biraz, amma yəni qiymətini nəzərə alsaq bir zəhmət dolsun yəni. Gərək sabitləyəsiniz pudra ilə. ki bir Tarte və ya bir Huda Beauty deyil. Fırça ilə biraz yedizdirirəm. Göz altlarımı yenə Givenchy'dən tonal kremlə eyni seriyadan olan, Prism Libre seriyasından olan transparan pudra ilə sabitləyirəm ki, daha qalıcı olsun və çatlara dolmasın. İndi isə yenə Givenchy'dən, bugün niyəsə əlim ancaq bu məhsullara gedir. Health Glow bronzerini istifadə edirəm. Bu əslində pudra olaraq keçir, amma mən bunu bronzer olaraq istifadə edirəm. Çox qəşəng, sakit bir tonu var, yəni çox kəskin qalmır və dərimlə bütünləşir. Biraz da parlaqlıq var içərisində. Burnumu da yüngül var, konturluyum. Yenə bunu, eyni məhsulu gözümün üstünə də keçirəm. Gündəlik makyajda ten istifadə eləmirəm. Ərinirəm. Ehtiyac duymuram. Sevmirəm, bilmirəm. Ten sevmirəm niyəsə. Ten, məsələn, fərqli rənglərdə tenlərdən istifadə etmək falan mənə qəribə gəlir. Niyə gözün üstü, məsələn, rəngli olsun ki? Məsələn, niyə yaşıl olsun gözün üstü? Yalnız belə bu tonlarda bəlkə. Yenə Givenchy'dən. Bu da eyni seriyadır. Prism seriyasıdır. 100 ildir məndə var, adını indi oxuyuram. Baxın, belə toz şəklində ənlikdir. Bunu da bəyənirəm. Şunu da bağladım. Bu arada dırnağım qırılıb. Biraz maskara. Bədgal maskarasından istifadə edəcəm. My best. İsə dodağımı kontrol edirəm. Yenə 32 natural rəng. Üstündən də Givenchy'nin La Rouge seriyasından olan rəngi nömrəsi silinib. 010'dur deyəsən. Yəni nömrəsi oxunmur artıq. Çoxdan var məndə. Gör nə qəşəng rəngi var. Və makyajım bitdi. Qaşlarıma heç nə eləməyəcəm. Saçımı bəlkə yığdım, bilmirəm. Bu arada çox pis işıq da elədim makyajı. İnşallah çölə çıxanda bir şok yaşamaram.